Kəsranilər sülaləsinin hakimiyyətə gəlişi 1027, nə vaxta qədər hakimiyyətdə olublar? 1034, Neçə? 1034, Yox, o birinci Mənsurun hakimiyyətləri. Bəs sülalənin hakimiyyəti? o 82, 1382. Zar Mənüçöhrün dövründə Şirvan kimin hücumuna məruz qalmışdı? Məziyyətlər, Boy. Meziyyələr özlərindən əvvəlki sülalədə axı. yəni, Biz buna sizin əvvəlki Rusları, Aha, Ruslar, Ruslar. Neçənci ildə? 1030, Hətta 32-33-cü illərdə də deyir gələcək Ruslar, Slavyanlar, yəni alanlarla, sərlərlə birlikdə. Bəs Zaur Rusların hücumunun qarşısını almaq üçün Mənüçöhr hansı tədbiri həyata keçirmişdi? Aha. o xəzinədir. Yox. Xəzinə bağlı yoxdur. Bax bunlar hardan O gəlir? titulun ləğv edilməsi. Yox. O Pərburuzədir. Zəhra. Mənim Arazın qarşısında bəndər tikirdi. Arazın qarşısı bəndlərlə kəsdirilir ki, ruslar daxil ola bilməsin. Çünki dəniz yolu ilə, oradan da çay yolu ilə gələcəkdilər. Ona görə Arazın qarşısı bəndlərlə kəsdirilir. Zəhra Fərburuzun dövründə artıq, bayaq bunu orada təkrarladıq bir dəfə ki, Səlcuqlardan ala-saladılar, bunu artıq yeni təkrarlamırıq. Sən deyəcəksən ki, Gürcü hökmdarı 4-cü David Səlcuqları ləğv etmək üçün, belə Qafqazdan çıxarmaq üçün ümumiyyətlə Oğuzları kimlərlə müttəfiq oldu? Bilmirsən bunu? Müəllim, uzun sual çox uzun oldu. Təkrar edərsiniz. Bax, 4-cü Davidin Səlcuqlara qarşı mübarizədə müttəfiqləri. Müəllim bildirdim ona. 4-cü David mən müttəfiq, yəni bircə olduqları deyirsiniz. Bircə oldular kimi idi ki, mən Şirvanşah var idi. Mən bilmədim şey. Bilmirəm. Günəş. Qərbi Avropa sərnişin. Aha. Sonra? Bunda deyim. Zaur. İlk sualdır ki, 3 dövrə vurur. Zaur. Qaçışı getdiyi sualı gördüm. Avropa sərhədçiləri. Mən anlam başlayacaq. Aha. Atrak. Hökmdarı Atrak. Bizans imperatoru. Sonralar isə Şirvanşahlarla artıq yaxınlaşacaq. Günəş. 1120-ci ildə niyə 4-cü David Qəbələ şəhərini ələ keçirdi? İttifaq pozdu deyə. Pozdu deyə? İttifaq pozmayıb, yəni yalandan. Ay, sağ ol. 1-ci Afridun ittifaqı pozmamışdı deyə bəhanə elədi, David hücum etdi. Zaur. 3-cü Mənüçöhrün hakimiyyət illəri. Üçüncü, Aha. hemen bilsin. Şeyden 1100, Aha. 1120, Evet. bir de 1160. 1120-1160. Bəs o öz xarici siyasətində hansı dəyişiklik eləmişdi? Kimlə ittifaqdan üz döndərmişdi? Fəribuzdan. Yox, Fəribiruz özlərindəndir. Hakimiyyət çoxdan bitib axı. Bu sual. Burada müəllim şeylə Səlcuq imperiyasının ittifaqdan çıxmışdı. Sonra xərac ödəməyi də imtina etmişdi. 40 min desən dinar xərac ödəyirdi, oradan imtina etmişdi.
Sonra axırda müəllim bu kimdir onun adı? Mahmud, Sultan Mahmud gəlir. Bu Allah qarışdırıram. İlk çatan çıxdığına görə belə bir şey. Amma yadımda qalmır da. Bəli, sonralar 1123-cü ildə Mahmud hücum edirdi ki, bunun əvəzini çıxarsın. Aha, Günəş. Lidqori döyüşü? İlin deyim mənə. Bəli. 1121. Aha. Kimlər kimlərə qalib gəldi? Nəticələrini danışmıram. Aha, bəli. Gürcülər qalib gəlmişdi. Bəli, Gürcülərlə onun Gürcülər Səlcuqlara qalib gəlmişlər. 9-cu əsrdə, 9-cu əsrin ikinci yarısında Səlcuqlara vergi ödəyən Gürcülər asılılığa son qoymuşdu. Yəni daha Səlcuqlardan asılı qalmamışdılar. o 11-ci Sonra mən əsr 11-dir. Necə? Səlcuqların adını biz 9-u çəkə bilmərik, 11-ci əsrdən. 11-ci əsr çəkdim. Əsrdən. Aha. 1122-ci ildə də Gürcülər Tiflis Müsəlman Əmirliyini ləğv eləmişdilər Ayşə. və Tiflis paytaxta çevrilmişdi. Düz, Tiflis Gürcülərin paytaxtına çevriləcək. Zaur 1123-cü ildə hücum edən İraq Səlcuq hökmdarı Mahmudun aqibəti. Recep Mahmud hücum elədi Şirvanşahlara. Nəticəsi nə oldu? galip geldi. Hətta. Ya Mənim niyə xəbərim yoxdur? Bayaqlar mən demişdim. Mahmud hücum elədi, amma onu məğlubiyyətə uğratdılar. O buranı tərk eləməli oldu Zaur bəy. Zaur, sualı bilmədiyinə görə növbəti sual verirəm. Bundan istifadə eləyən 4-cü David 1124-də hansı ərazilərimizi tutdu? o Cenab-ı Kafka. Azərbaycanın hansı şəhər və qalalarını? Dur kalsın. Burd qalası, Bir de Şamata bir de Şarım. Şamaxı, Şabran, Boğurt. Mənim hətta orada yəni Gürcü qarnizonlar, yəni Gürcü qarnizonlar yerləşdirir o şəhərdə, amma bunlar öləndən sonra 3-cü bölüncü. Yəni Süleyman kimi 4-cü David öləndən sonra ona tərk edirlər. Gürcü qarnizonlar. Bəli, 1125-də David öləndən sonra tərk edəcək qarnizonlar buranı. Və Səhra, Daviddən sonra hakimiyyətə gələn Demetrinin mənə çöhürlə münasibətləri necə olur? Müəllim bunun oğlu idi deyəsən, bu 1-ci Demetrin. O mən söyləməm. Deyəsən müəllim məncə yaxşı olur, çünki yəni münasibətlər yaxşı olur mən biləni. Elə qalıb yadımda. Bəli, onların münasibətləri. Deməli, Mənəçöhür öləndən sonra hakimiyyət mübarizəsi başlayacaq oğlanları arasında. Günəş kim istəyirdi hakimiyyətə gəlsin, amma kimlərin köməkliyi ilə kimi gətirdilər? Mənəçöhürdən sonra taxtac mübarizəsi olacaqdı oğlanlar arasında. Kimlər hakimiyyət uğrunda mübarizə aparırdı və kim qalib gəldi? Qalib gələn birinci Aksistan. Kim kömək elədi ona? Kim kömək elədi? Bəli, ona kim kömək eləmişdi? İndi bundan sonra keçəcəyik onu biz. Atabəylər dövlət. Bəli, Atabəy Şəmsəddin Eldəniz kömək eləyəcəkdi. Əslində kiçik qardaşı istəyirdi hakimiyyətə gəlsin, anası Tamarın köməkliyi ilə. Əgər bu olsaydı, Tamar Şirvanı Gürcüstana birləşdirəcəkdi, amma buna icazə vermədilər. Aksistan hakimiyyət illəri bəs neçənci ildə olub Günəş? 1160, 1196.
6. Düz. Atasından fərqli olaraq hansı dövlətlə dost olmuşdu? Səlcuqlarla. Zaur. Neçənci ildə Georgiya kömək eləmişdi öz hakimiyyətini bərpa etməyə? 1173. Aha. Bəs Georgiya ona nə vaxt kimlərə qarşı kömək elədi? 1075'te. 1175-də. Aha. Kimlərə qarşı? 1175 Eee hücum edib. Saudiya. Slavyan. Eğmensin. Slavyan. Yaxşı deyir Səlyan. Zəhra Şamaxı zəlzələsi Müəllim 1192-ci ildə baş verib. Burada yəni zəlzələ nəticəsində Şah ailəsi ölmüşdü. Bu paytaxtda Bakıya desən köçürüldür. doğrudur. Paytaxt da Bakıya köçürüləcəkdir bundan sonra.